Salam, axşamınız xeyir olsun. 6 iyul 2026-cı il tarixidir. Yay fəslinin 16-cı günüdür. Məhərrəm ayının 21-ci günüdür və iyul ayının ilk həftəsinin ilk birinci bazar ertəsi günüdür. Həm bu günümüz, həm bu həftəmiz uğurlu başlayıb uğurlu başa çatmış olsun. Can sağlıqlı keçirək həm bu günümüzü, həm bu həftəmizi. Və 6 iyul günündə işləri arxasınca gedən, iş yerlərində, ofislərində işləri ilə məşğul olan, evlərində ev işləri ilə, evdarlıqları ilə məşğul olan hər bir şəxsə can sağlığı, iş əvatlı, bol bərəkətli, rozili, sülh əminamanlıqlı, firavanlıqlı, qulaq dişlikli, gözəl xəbərlərlə zəngin olan bir gün keçirməyə, bir həftə keçirməyə hər birimizə arzulayıram. Bununla yanaşı isə 6 iyul günündə təhsil ilə məşğul olan məktəblər, orta ixtisas, ali məktəb tələblərinə, eləcə də digər təhsil ilə məşğul olan hər bir şəxsə can sağlığı, zehin açıqlığı, yol açıqlığı, iş əvatlığı arzulayıram. Qarşılarına qoyduqları hədəflərə, məqsədlərə çataraq həm Azərbaycan Respublikası üçün, həm bütün dünya üçün faydalı, əhəmiyyətli kadrlar kimi yetişmələrini arzulayıram. Bununla yanaşı 6 iyul günündə kimlərin rəhmətə gedəni var, Allahdan rəhmət diləyirəm. Hər birinə, qalanlara can sağlığı, şəfaət diləyirəm, səbir diləyirəm. Bununla yanaşı 6 iyul günündə kimlər alınır, xatırlanır, yad edilir. Hər birini xoş anmağı, xatırlanmağı, yad etməyi arzulayıram. Bununla yanaşı 6 iyul günündə kimlərin xəstələri var, can sağlığı, şəfaət diləyirəm hər birinə. Və eləcə də 6 iyul günündə bütün qazilərimizə də can sağlığı, şəfaət edirəm. Bütün şəhid ailələrini, qazi ailələrini, əskər ailələrini, Azərbaycan ordusunu salamlayıram. Gözəl, can sağlıqlı, sülh əminamanlıqlı, firavanlıqlı, qulaq dişlikli, bol bərəkətli, ruzili, eləcə də şad xəbərlərlə zəngin dolu olan bir gün keçirməyi arzulayıram. 6 iyul günündə isə kimlərin ad günü, şad günü, xoş günüdür. Hər birini bu münasibətlə təbrik edirəm. 6 iyul günündə də baş verən tarixi hadisələr vardır. 6 iyul günündə baş verən tarixi hadisələr bunlardır. 6 iyulun 1189-cu ildə Şir Ürək ləqəbli 1-ci Rikard İngiltərə kralı olduğu gündür. 6 iyul 1253-cü ildə Mingaduas Litva kralı olduğu gündür. 6 iyul 1453-cü ildə 3-cü Richard İngiltərə kralı olduğu gündür. 6 iyul 1560-cı ildə Edinburgh müqaviləsi İngiltərə və Şotlandiya arasında imzalandığı gündür. 6 iyul 1609-cu ildə Bohemiya insanlara din azadlığına imkan verdiyi gündür. Bununla yanaşı 6 iyul 1885-ci ildə Fransız alimi Louis Pasteur'ün kəşf etdiyi pensilinin ilk dəfə olaraq insan orqanizminə yeridildiyi gündür. 6 iyul 1957-ci ildə Althea Gibson Wimbledon tenis turnirini ilk qazanan ilk dərili qadın olduğu gündür. Dinlədiyiniz üçün təşəkkür edirəm.